Qardaşım, səncə bir insan məsələn, din faktor olaraq dinin içərisində insanların nəzərinə görə, araşdırma tədqiqatı və metodikasına görə xətalı gördükləri məsələlər həqiqətən də bir yaradıcının, bir Allahın, bir Tanrının olmadığı mənasını verir. Yəni bir insan din yalandır deyə mən ateistəm deməsi rasional bir düşüncədir, yəni məntiqli bir düşüncədir səncə? Əsla və əbədə heç bir əlaqəsi yoxdur. Heç bir. Bax, bir varlığı qəbul etmək başqa bir mövzudur. Varlıqdan gələn ifadələri anlamaq başqa bir mövzudur. Din var ya da yoxdur. Bunun Tanrının varlığına bir əlaqəsi yoxdur. Mümkündür bir Allah var, amma zalimdir, məsələn, zülm edir. Məsələn, Tanrının heç bir əlaqəsi yoxdur. Çünki dediyim kimi, mümkündür bir yaradıcı var, amma zalimdir. Aləmi belə ifadə edir. Din zat göndərir, umursamır və varlıqlarını, yaratdıqlarına heç bir hədət çat qoymur. Az başlı başlamaq. Bəs bunun dinlə bir əlaqəsi yoxdur. Mütləq bunu da qəbul edirik ki, o Tanrı həkim bir varlıqdır. Həkim varlıq yaratdıqlarını başıboş buraxmaz. Mütləq ki, onlar üçün bir hədəf qoyur. Amma bu incə bir nöqtə var. Bax, Adəm Şalam Azənin düşdü xəta budur. Tanrı insanı niyə yaradır? Başqa mövzudur. Tanrı insanı yaratdıqdan sonra ona nə hədəf qoyub? Başqa mövzudur. Biz bəzən bu ikisini qatırıq bir-birinə. Ona görə bəzən qarşı tərəf ona görə qane olmur. Biz niyə yaradılmışıqdan, yaradılandan sonra məqsədində də ayrı-ayrı mövzular. Sənin sualına görə biz bunun ikinci hissəsini araşdırırıq. Yəni, yaratdıqdan sonra bizə nə məqsəd qoyub? Çünki həkim olan bir varlıq, alimdə bu qədər nizam yaradıbsa, təbii olaraq bir nizama baxdığımız zaman Tanrıya müəyyən sifətlərə ətf edirik. O nizamlıdır, nazimdir, həkimdir, hikmət sahibidir və s. Belə bir varlıq boş və bihudə nizam qurub hədəfsiz bunu yaratmaz. Mütləq bir hədəf qoyur. Bu hədəfi əldə etmək yolunu biz deyirik ki, din. Bunun alternativi də yoxdur. Yalnız vəhiy gəlməlidir bizim üçün ki, biz bunu bilirik. Yaxşı, deyək ki, bizə bir vəhiy gəldi. Burada da problem yaranır, yeni növbəti bir məsələsidir. O məsələ bundan ibarətdir ki, biz vəhiyi doğru anlayırıqmı? Mümkündür ki, problem dində deyil, insanların zihinlərindədir. Qəbul etmə formatı. Bəli, çünki insanlar təsirlənən varlıqdır. Olduqları yerdən, mühitdən, ailədən, institutdan, cəmiyyətdən təsirə düşürlər. Mümkündür ki, elmi, zəkaları bunu imkan vermir ki, dini dəyərləri qəbul etsinlər. Çünki alimlər buna görə dəyişəndə İbn Sina belə məsələn öz əsərlərini hər kəsə oxunmasını tövsiyə edir. Deyir ki, iti zəkaya sahib olmayan şəxslər mənim əsərlərimi oxumayın və sizlər də onlara oxutmayın, tədris eləməyin. İbn Sina məsələn qadağa qoyulur. İndi İbn Sinadan da üstün bir varlığın əsəri gəlir. Bəzən hər zəka bunu çəkib götürə bilmir. Hər zəka bunu anlaya bilmir. Peyğəmbərimizin də biz həyatına baxdığımız zaman, Peyğəmbərimiz bəzən sadəcə Quran aspektindən danışırdı, bəzən Quranı kənara qoyurdu, öz aspektindən danışırdı. Hətta məsəl üçün İmam Əli əleyhissalam belə İbn Abbas gedib xəbər üzərində debata gedib, İmam Əli deyir ki, onlar Qurandan dəlil gətirmədilər. Hətta Quranı belə İmam Əli görsən, bəzən mən çəkir kənara. İmam Səccadın biz həyatına baxdığımız zaman Səhifə Səccaddə nə qədər ayədən istifadə olunur. Demiyorlar ki, yoxdur. Yalnız öz sözləri, dua metodu ilə istinad edirlər. Bəs cəmiyyətə görə, topluma görə dinin təqdim eləmə tərzi var. İnsan da anlamalı ki, mənim zəkam hər bir ifadəni, hər bir ayəni anlamaya bilər. Bu təbii bir prosesdir. Yoxsan deyil. Yəni, hətta bir filosofun kitabını götürək. Kim eləyə bilər ki, mən bu filosofun kitabını tamlığı ilə anladım. Mən oldum da bu filosofun özü. Bütün düşüncələri mənim zehnimə oldu. Nəinki filosof, adi bir bədii əsərdə. Romanı bir qısız deyə bilmir. O ki, qaldı bir kitaba, yaradıcı. Özü elə bir kitab ki, elə işin əvvəlindən biz deyirik ki, bu kitabın 70 batini var, hər batinin 70 batini var, möhkəm ayələri var, mütəşabih var, ammi ayələri var, xassi ayələri var, nasif ayələri var, mənsuf ayələri var, şən nüzul var, səbəb nüzul var. Var ki, var. Bütün bunların içərisində mən bu kitabı anladım demək nə qədər mümkündür, tələb edən bir sözdür. Belə deyil. Biz Quran-ı Kərim izah edilməli, kitabda hədislər izah olunmalı. Bunlar üçün bizim də alimlərə ehtiyacımız var. Təşəkkür edirəm. Bilənlərə ehtiyacımız var. Bütün bunların süzgəcindən keçən bir insan din haqqında artıq fikir bildirmə səlahiyyətinə sahib olur. Nəyə gəlmə mən bir dənə ayə götürdüm. Mən artıq bu ayədən səhv tapdım. Bəlkə sən anlamalısın. Məsələn, bir şey var, Şeyx Cavad Muğniyə var, Allah rəhmət eləsin. Həm fəqih kimi tanınır, həm də müfəssir kimi tanınırdı. O təfsirin əvvəlində belə bir söz işlətmişdi, yazmışdı. O dönəmində böyle bir sensasiya yaratmışdı, irad tutmuşlar. Müqəddimədə belə bir ifadə işlədir. Deyir ki, mən Allahı görürəm, amma Allah məni görmür. Din alimi bunu yazır, bir müfəssir. Bu öz dönəmində bir sensasiya yaratmışdı. Aləm deymişdi, bu nə söz işlədirsən, necə yəni sən Allahı görürsən, Allah səni görmür və s. Belə bir qırğın idi.
Deyirlər ki, o dünyasını dəyişəndən sonra tələbələri bu ifadəyə şərh edirlər. Yəni ustad demək istəyirdi ki, mən Allahı görürəm, eyni İmam Əlinin ifadəsi. Görmədiyi bir yer yoxdur və ya da qəlb gözünə görür şərhlər orada. İmam Əli deyişməsi görmədim Allah'a ibadət eləmək. Bu aspektlərdə mən Allahı görürəm budur. Amma Allah məni görmür, yəni məndə bəndəsilik görünür. Bu aspektdən deyil. Yəni bir mollanın ifadəsini bəzən biz anlaya bilmirik. Oradakı mənin özü bəndə strukturda işir və Yəni mən Allahı görürəm, aləmdə Allah Allahlığını eləyir. Allah məni görür, mən bəndəsiliyimi eləmirəm ona görə. Məndə bəndəsilik görmür. Allah öz işindədir, bəndə amma öz işində deyil. Bu cəhətdən. Bir mollanın belə sözü, yoxsa hikmətli olurdu, amma anlaşılmaya bilir. O ki, kitabın sahibi Allah.